Torpaq bəndlərinin bərkidilməsi üçün artıq 1500 ton qumdan istifadə olunub. Bənd bərkidmə işlərinə Polşa ordusunun əsgərləri də cəlb edilib. Artıq Visla çayının sahilində tikilməkdə olan Kopernik elm mərkəzini su basıb. Sel suları bir çox əsas yolları yuyub, dəmir yollarının hərəkəti dayandırılıb. Selin ölkənin infrastrukturuna ciddi ziyan vurduğu bildirilir. Belə daşqınlar ölkədə 160 il əvvəl baş verib. İlkin hesablamalara görə daşqın ölkəyə 2 milyard avro ziyan vurub. Almaniyada daşqınlar təbii fəlakətə səbəb olub. Oder çayında suyun səviyyəsinin artması səbəbindən Polşa ilə sərhəddə yerləşən Brandenburg şəhəri və onun ətrafındakı yaşayış məntəqələrində daşqın təhlükəsi yaranıb. Bölgədə 1-ci dərəcəli fövqəladə vəziyyət elan olunub. Ölkənin xilas etmə xidməti də əhalinin evakuasiyası üçün hazır vəziyyətə gətirilib. Macaristanda da daşqınlar davam edir. Təbii fəlakət bir nəfərin həyatına son qoyub. Minlərlə insan evlərini tərk edib. Sel suları kənd təsərrüfatına ciddi ziyan vurub. Təbii fəlakət zonasında fermer təsərrüfatlarına da ciddi ziyan dəyib. Çox sayda mal-qara tələf olub. Bölgədə əkin sahələrdə daşqın sularının altında qalıb. Yüzlərlə kilometr yol yararsız hala düşüb. Dəmir yollarının da su altında qalması nəticəsində qatarların